Kişini yoxsulluq yox, evdəki huzursuzluq məhv edir. İnsanlar illərlə bir yalana inanıb. Elə bilirlər ki, kişini məhv edən pulsuzluqdur. Yox, kişini məhv edən çox vaxt boş cib deyil, evdəki huzursuzluqdur. Çünki pul itirilə bilər və yenidən qazanılar. Amma evdə itirilən huzur çox vaxt geri qayıtmır. Kişi işdən evə gələndə sadəcə qapıdan içəri girmir. O, özü ilə birlikdə yorğunluq gətirir, borclar gətirir, məsuliyyət gətirir, gələcək qorxusu gətirir, uşaqların sabah haqqında düşüncələr gətirir və bütün bunların içində bir şey axtarır: sakitlik və huzur. Əgər qadın evdə ona bunu vermirsə, o ev tədricən onun üçün sığınacaq yox, döyüş meydanına çevrilir. Maslov insan ehtiyaclarını araşdırarkən maraqlı bir həqiqət göstərmişdi. İnsan yalnız yemək və pulla yaşamır. İnsan təhlükəsizlik hissi ilə yaşayır. İnsan aidiyyət hissi ilə yaşayır. İnsan qəbul edilmə hissi ilə yaşayır. Bir çox qadın düşünür ki, pul gətirirsə, deməli hər şey qaydasındadır. Amma kişi üçün hər şey pul deyil. Bəzən kişinin ən böyük ehtiyacı evdə özünü təhlükəsiz hiss etməkdir. Bəzən kişi milyonlar qazana bilər, amma evə qayıtmaq istəməz. Çünki evdə onu rahatlıq yox, ittiham gözləyir, tənqid gözləyir, müqayisə gözləyir, daim narazılıq gözləyir və zaman keçdikcə kişi evdən yox, evdəki hisslərdən qaçmağa başlayır. Murray Bowen isə ailəyə başqa cür baxırdı. O deyirdi ki, ailə sadəcə insanların yaşadığı yer deyil, ailə emosional sistemdir. Bir nəfərin stressi bütün evə yayılır, bir nəfərin qorxusu hamıya keçir, bir nəfərin narazılığı hamının həyatını zəhərləyir. Ən təhlükəlisi isə budur: davamlı gərginlik insanı dəyişdirir. Əvvəl kişi mübahisədən qaçır, sonra danışmaqdan qaçır, sonra hisslərini bölüşməkdən qaçır, daha sonra gülməyi unudur və bir gün ailədə qəribə bir vəziyyət yaranır. Kişi evdədir, amma əslində yoxdur. Bədəni divanın üstündədir, ruhu isə çoxdan qaçıb. Ən böyük səhvlərdən biri budur ki, insanlar sevgini yalnız hiss hesab edirlər. Halbuki sevgi bəzən rahatlıqdır, bəzən anlayışdır, bəzən susub qarşı tərəfin yorğunluğunu hiss etməkdir. Kişi hər gün dünyanın yükünü daşıyır, çöldə rəqabət aparır, mübarizə aparır, qorxularını gizlədir, əsəbini udur, məğlubiyyətlərini göstərmir. Evə gələndə isə döyüşə yox, istirahətə ehtiyacı olur. Əgər evdə də özünü müdafiə etməlidirsə, o zaman onun üçün evlə küçə arasında fərq qalmır və insan ən çox fərqin qalmadığı yerdən uzaqlaşır. İnsanlar bunu etiraf etmək istəmir. Münasibətlərin dağılmasının əsl səbəbi emosional aclıqdır. Maslovun dediyi kimi, insanın ruhu da qidalanmaq istəyir. Düşünən adam isə deyir, ailənin emosional atmosferi hər kəsi dəyişdirir. Bir evdə sevgi olmaya bilər, amma hörmət varsa, o ev yaşayır. Bir evdə pul az ola bilər, amma huzur varsa, o ev ayaqda qalır. Amma bir evdə davamlı gərginlik varsa, orada ən güclü insan belə yorulur. Çünki kişi pul uğrunda illərlə mübarizə apara bilər. Amma ruhunu yeyən bir ev uğrunda sonsuza qədər savaşmaz. Bir gün sadəcə dayanır və həmin gün münasibət bitmiş. Əslində çoxdan bitmiş olur. Sadəcə hamı bunu gec anlayır.